Salam qızlar, bugün sizinlə birlikdə Temu'dan əldə etdiyim Pandora qolbağının üzərinə çarımlar yığacağıq. Dedim bəlkə sizin üçün də maraqlı olar, ona görə çəkdim. Çünki mənim üçün çox maraqlı idi. Belə sadə bir qolbaq əldə etmişəm. Qeyd edim ki, bunlar hamısı problu gümüşlərdir. Siz də alanda mütləq üzərində qırmızı proba yazılmalıdır. Yoxsa bu o deməkdir ki, bu yəni gümüşü rəngdədir də, gümüşün özü deyil. Ona görə də qarışdırmayın, mütləq problu alın. Belə bir çarm əldə etmişəm. Mən payız fəslini çox sevdiyimə görə almışam bunu. Yəni belə solmuş yarpaqlar görəndə ürəyim gedir, çox sevirəm. Sonra belə sadə bir üzərində xırda qaşlar olan bir çarm əldə etdim. Bunu da belə sadə olsun deyə çox almamışam qızlar, elə 3 dənə çarm almışam. Fikirləşdim ki, mənim üçün belə bir mənası olan çarımlar gördükcə alıb taxacam üzərinə. Bu da ki, qızlar 4 yarpaqlı yonca və uğur böcəyidir. Bunu da mənə şans gətirməsi üçün aldım. Bilirsiniz ki, bizim gördüyümüz hər şeyin şüur altında bir dili var və 4 yarpaqlı yoncadakı şüur altında şans simvoludur. Yəni mənim gözüm bunu hər dəfə gördükcə şüur altıma mesaj gedəcək ki, şans həmişə mənimlədir. Ona görə də bunu da əldə etdim. Qızlar, siz də alın, mən çox bəyəndim. Sizcə necədir?